Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Vilayət TV kanalının izləyiciləri, sizləri Kəramət Günləri verilişində xoş gördük. Biz İmam Rza əleyhissalamın mübarək Mövlud günləri ərəfələrindəyik. Bu günlərlə bağlı siz əziz müsəlmanları səmimi qəlbdən təbrik edirəm. Allah Teala bu dünyada İmam Rza əleyhissalamın ziyarətini, ahirətdə isə şəfaətini bizlərə nəsib etsin inşallah. İmam Rza əleyhissalam Hicri qəməri tarixi ilə 148-ci ildə Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya göz açmışdır. O, Həzrətin mübarək adı Əli və ən məşhur ləqəbi isə Rzadır. Və bugün inşallah bu verilişimizdə İmam Rza əleyhissalamın ziyarəti və o Həzrətin onu ziyarət edən zəvvarlarla olan inayəti barəsində dəyərli qonağımız söhbət edəcək. Bugünkü qonağımız ilahiyyatçı Xan Mirzə Hüseynovdur. Qonağımızı təbrik edirik. Dəyərli ustad, sizi xoş gördük ki, əvvəla bizim dəvətimizi qəbul edib, təşrif gətiribsiniz. Çox sağ olun, minnətdarıq sizə. Bismillahirrahmanirrahim. Mən də hər şeydən öncə verilişə dəvət elədiyinizə görə sizə və bütün kollektiv heyətinə təşəkkürümü bildirirəm. Sağ olun, təşəkkür edirik. Qeyd elədiyiniz kimi, bu günlər İmam Rza əleyhissalamın Mövlud günləri ərəfəsidir. Biz də öz növbəmizdə bu münasibətlə həm sizi, həm bizi izləyən dəyərli müsəlman bacı və qardaşlarımızı təbrik edirik. Allahdan arzu edirik ki, buyurduğunuz kimi bizləri dünyada o Həzrətin ziyarətindən, üqbada şəfaətindən bir nəsib eləməsin. Amin inşallah. Qeyd elədiyiniz kimi mövzumuzu İmam Rza əleyhissalamın ziyarətinin fəziləti barəsində olan hədislə başlamaq istəyirik. Hədislərin birində Əli əleyhissalam buyurur: "Səyyuqtalu raculun min vuldi bi ardı Xorasan bis-səmmi zulmən." Tezliklə mənim övladlarımdan olan bir kişi Xorasan diyarında şəhid ediləcək, bis-səmmi zəhərlə şəhid ediləcək, zulmən zülmkarcasına. İsmuhu ismi. Əli əleyhissalam və İmam Rza ağanın zaman cəhətindən aralarındakı fasilə təqribən bir əsr yarım civarında olduğunu nəzərə aldıqda bu hədis insan üçün çox xoş hədislərdəndir. Çünki təqribən bir əsr yarım öncə İmam Rzadan qabaq Əli əleyhissalam bildirir ki, onun adı mənim adımdandır və ismu əbihi və onun atasının adı ismu Musa ibn İmran. Musa ibn İmranın adındandır. Yəni Əli ibn Musa. Əla, agah olun. Fəmən zərəhu fi qurbətihi. Hər kəs onu o qürbətində ziyarət eləsə, Ғəfərəllahu Teala zunubəhu mə təqəddəmə və mə təəxxərə. İmam Əli əleyhissalam Həzrəti İmam Rza ağanın ziyarətinin fəzilətinə toxunur, ziyarətinin bir növ əcrinə toxunur. İmam Əli əleyhissalam buyurur ki, hər kəs İmam Rzanı o qürbətdə, o diyarda ziyarət edərsə, Allah Teala onun keçmiş və gələcək günahlarını bağışlayar. Bir bəndə içində bundan böyük mükafat yoxdur. Hamımız bunun dalınacaq ki, günahlarımızı Allah bağışlasın. Allah da günahların bağışlanmasını İmam Rza ağanın ziyarətində qərar verib. Əlbəttə, burada bəzi mətləblər də var. Digər hədislərdə buyurulduğu kimi, arifən bi həqqi, mərifətli ziyarət, onların haqqını tanıyaraq ziyarət eləmək, bunlar da öz yerində. Ardınca İmam Əli əleyhissalam bildirir ki, hətta onların günahların çox olsa da belə, yəni birdən düşünərik ki, görəsən insanın günahların sayı çox olsa, o günahlarda Allah Teala bu ziyarətlə bağışlayar. İmam buyurur ki, وَلَوْ كَانَتْ مِثْلَ عَدَدِ النُّجُومِ وَقَطْرِ الْأَمْطَارِ وَوَرَقِ الْأَشْجَارِ. Hətta onların günahlarının sayı, ulduzların sayı qədər olsa da, yağış damlaların sayı qədər olsa da və ağac yarpaqların sayı qədər olsa da, Allah Teala onun günahlarını bağışlayar.
ki, bu Mövlud ərəfəsində istədim bu hədisi oxuyaq bir müjdə ünvanında, hamımızsın bir müjdə olsun. Yeri gəlmişkən, onu da qeyd edək ki, İmam Rıza əleyhissalamın ki, ziyarəti olundu. Bunun müqabilində o həzrətin özünün də onun zəvvarları üçün müjdəsi var. Hədislərin birində Ağa İmam Rıza əleyhissalam buyurur ki, Mən zərəni alə bu'di dari ətəytuhu yevməl qiyaməti fi sələsi məvatin. Hər kəs mənim uzaqda olan qəbrimi ziyarət eləsə, qiyamət günü 3 yerdə onun yanına gələrəm, onun dadına yetişərəm. Həttə uxallisəhu min əhvaliha. Niyə İmam Rıza əleyhissalam gələr bu 3 yerdə? O narahatçılıqlardan onu xilas eləməkdən ötürü, öz zəvvarını xilas eləməkdən ötürü. Bu 3 yer hansı yerdir? İzə tətəyyərətil kutub yəminən və şimalən və indəs-sirat və indəl-mizan. Birinci o yerdir ki, insana əməl dəftərləri təqdim olunar. Sağ tərəfindən, sol tərəfindən. Bilirik ki, əməl dəftərlərində təqdimatında müxtəlif cəhətlər var. Bəzilərini sağ tərəfdən təqdim eləyərlər, bəzilərinin əməl dəftərlərini sol tərəfdən, bəzilərini arxa tərəfdən təqdim eləyərlər. Bunların da özünün bir mənası var, bəhsimiz o deyil. Mən xulasa istəyirəm, işarə edəyəm ki, o kəslərə ki, əməl dəftərləri sağ tərəfdən verirlər, onlar behişt əhli olanlardır. Onlar deyərlər, فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَا أُمُقْرَأُوا كِتَابِيَ. O kəslər ki, onlara əməl dəftərləri sağ tərəfdən verirlər, onlar deyərlər ki, gəlin, kitabımı oxuyun, yəni əməl dəftərimə baxın, sevinər, sevincli halda qarşılayar. Amma o kəslər ki, onlara əməl dəftərləri sol tərəfdən verirlər, onlar deyərlər ki, وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ. Amma o kəslərə gəlincə ki, onların əməl dəftərləri sol tərəfdən verirlər. Fəyəqul, ya ləytəni ləm utə kitabiyə. Ey kəş, bu əməl dəftəri mənə verilməzdi. Xulasa elə bir məqamdır ki, insanın bir köməkçiyə ehtiyacı var. Bəli, çətin anlardır onlar. Bəli, çətin anlardır. Hətta İslam alimlərinin qeyd elədiyi kimi, elə bir yerdir ki, hətta o kəslərə ki, əməl dəftərləri sağ tərəfdən verirlər, onların da köməkçiyə ehtiyacı var, onların da imamın şəfaətinə ehtiyacı var. Bilirik ki, behiştin də dərəcələri var. Bəli. Onlar da istəyərlər ki, imam gəlsin, onlara şəfaət eləsin, daha yüksək dərəcədə behişdə qərarlaşsınlar. Bəli. Xülasa İmam Rıza əleyhissalam buyurur ki, hər kəs məni ziyarət eləsə, bir bu məqamda gələrəm, onun ziyarətinə gələrəm, yəni şəfaət edərəm. İkincisi, əndə-sirat, sirat körpüsündən keçəndə, hansı ki, hədislərə əsasən elə bir körpüdür ki, tükdən nazidir, qılıncdan itidir. Yəni, hədislər bizə bunu başa salmaq istəyir ki, bu körpüdən keçmək elə də asan məsələ olmayacaq. Orada bizim imamətin şəfaətinə ehtiyacımız var və üçüncü məqam isə indəl-mizan, o tərəzilər qoyulan zamanda, əməllər ölçülən zamanda imam gələr şəfaət eləyər öz zəvvarına ki, əməlləri, müsbət əməlləri ağır gəlsin və nəhayətdə behişlə müjdələnsin. Xülasa İmam Rıza əleyhissalamın ziyarəti və ziyarətinin fəzilətinə baxdıqda biz bunu görürük ki, bu ziyarət hədislər, məsumlardan buyurulan hədislərə əsasən çox önəmli ziyarətlərdəndir. Allah Teala bizi bu ziyarətdən məhrum eləməsin. Amin inşallah. Yəni bu sizin dediyiniz bu gözəl hədisdən də məlum olur ki, İmam Rıza əleyhissalam onu ziyarət edən zəvvarları ki, hələ biz gedirik, imamı sadəcə olaraq biz ziyarət edib qayıdırıq, amma İmam əleyhissalam gör neçə yerdə ən çətin, ən belə deyək də, insanın tək qaldığı o mərhələlərdə öz zəvvarlarının dadına çatır. Bəli. Belə deyək də, biz gedib ziyarət edirik, amma İmam əleyhissalam onu artıqlaması ilə öz zəvvarlarına onu qaytarır. Bəli. Ki, insanın çətin yerdə, çətin məqamlarda əlindən tutur. Həqiqətən də Əhl-i-Beyt əleyhissalamın öz, belə deyək də, şiyələrinə, öz ardıcıllarına çox böyük inayəti, çox böyük inşallah qiyamətdə şəfaəti olar. Bizlər də o çətin gündə tək qoymazlar. İnşallah. Çox gözəl buyurdunuz Kərbəlayı. Bəs ikinci sual da vermək istəyirik ki, biz ki, məsələn, Əhl-i-Beyt əleyhissalama bəzən şəhadət, bəzən mövlud məclisləri, bəzən verilişlər, proqramlar ki, təşkil olunur. Bu barədə də inşallah istəyirik bizlərə
bəzi maarifləndirici sözlərdən deyəsiniz ki, bunların nə qədər önəmi var, nə qədər İslamda yeri var. Bu barədə inşallah bizə məlumat verərdiniz. Çox yaxşı mətləbə toxundunuz. Adətən imamət yolunun ardıcılları məsumların mövlud, şəhadət günlərində mərasimlər təşkil edirlər, məclislər təşkil edirlər və yaxud da bu cür verilişlər ərsəyə gətirirlər. Bunlar hamısı Əhl-i Beytin məhəbbətinin bir mistaqı nümunəsidir. O məhəbbət ki, onu Allah Taala vacib eləyib. Bilirik ki, Qur'an-ı Kərimin Şura surəsinin 23-cü ayəsində Allah Müteal buyurur ki, "Qul la əs'alukum alayhi ecran illa'l mevaddete fil qurba." Mən istəyirəm bu ayənin barəsində bir neçə kəlmə danışaq. Bəli, buyurun. Hər şeydən öncə onu qeyd eləyək ki, ayənin nazil olma səbəbi barəsində İslam alimləri qeyd edirlər ki, Ənsardan olan bir qrup, yəni Ənsar o insanlar idi ki, Mədinə cəmaatı idi, Peyğəmbərə vaxtı ikən kömək eləmişdilər. Hicrət zamanı, hicrətdən sonra Ənsar adlanırdılar, yəni kömək eləyənlər. Ənsardan olan bir qrup gəlir Peyğəmbər sallallahu huzuruna, buyurur ki, ya Rasulallah, bir zaman biz zülmətdə idik, bir zaman biz yoxsul idik, ac idik, fəqir idik. Sən bizi zülmətdən xilas elədin, sən bizi hidayət elədin və sənin vücudun sayəsində Allah Taala bizə bərəkət verdi, ömrümüz bərəkət tapdı, həm dünyəvi cəhətdən, həm uxravi cəhətdən. Bütün bu zəhmətlərin müqabilində biz istəyirik sənə təşəkkür eləyək. Gəlmişik sənə təşəkkür eləməyə, hər nə istəyirsən, istəyirik sənin ixtiyarında qoyaq. Əgər pul istəyirsən, var dövlət istəyirsən, başqa hər nə sərvət istəyirsən, ev istəyirsən və s. sənin ixtiyarında qoymağa biz hazırıq. Peyğəmbər sallallahu onlara bir cavab vermədi. Bu zamanda bir ayə nazil oldu. Həmən bu ayə ki, oxuduq Şura surəsinin 23-cü ayəsi nazil oldu. Allah Taala buyurdu ki, de ya Peyğəmbər, mən risalətimin müqabilində sizdən bir muzd istəmirəm. Bir əcr istəmirəm. Yalnız və yalnız bir şey istəyirəm. Əhl-i beytimə, yaxınlarıma məhəbbət eləyəsiz, məvəddət eləyəsiz. Əlbəttə, məhəbbətlə məvəddətin də fərqi var. Məhəbbət mümkündür ki, sadəcə dillə olsun. Amma məvəddətdə əməl də şərtdir. Gərək əməli surətdə bu izhar olunsun. Bu ayənin ardınca Allah Müteal buyurur ki, وَمَنْ يَقْتَرِفْ حَسَنَةً Nəzid ləhu fiyhə husna. Hər kəs yaxşı iş görərsə, Allah Taala buyurur ki, biz onun yaxşı işini artırarıq. İmam Sadiq əleyhissalamdan bir hədisdə buyurulur ki, əl-iqtirafu ət-təslimu lənə. O yaxşı işdən məqsəd bizə təslim olmaqdır. Bu da mühüm məsələlərdəndir ki, imamətin müqabilində təslimiyyət şərtdir. İmam Rıza əleyhissalamdan bir hədis var. Hədisdə buyurulur ki, İmam Rıza ağa Əhl-i Beyt ardıcıllarının xüsusiyyətlərini bəyan edir. Əlbəttə, bəzilərinə işarə edir. Buyurur ki, bizim davamçılarımız o kəslərdir ki, bizim əmr və nəhiylərimizə təslim olarlar. Yəni, biz nəyi əmr eləyərik, ona deyərlər baş üstə. Biz nədən çəkindirərik, ona deyərlər baş üstə. Ardınca imam buyurur ki, bizim ardıcıllarımız o şəxslərdir ki, bizim dediklərimizi öz əməl və sözlərində həyatlarına sərlövhə qərar verərlər. Yəni, biz nəyi buyurmuşuqsa, onlar danışarkən onu dilə gətirərlər. Əməl eləyərkən onlara uyğun əməl eləyərlər. Və ardınca imam buyurur ki, bizim düşmənlərimizlə müxalif olarlar. Bu da mühüm məsələlərdəndir ki, İmam Rıza ağa buyurur ki, bizim ardıcıllarımızın xüsusiyyəti bundan ibarətdir ki, onlar bizim düşmənlərimizi özlərinə dost tutmazlar. Onlar bizim düşmənlərimizlə müxalif olarlar və hər kim belə olmazsa bizdən deyil. Bu hədisdən də biz bunu başa düşdük ki, təslimiyyət mühüm məsələdir. Bəli. Yəni, Əhl-i Beyt əleyhissalamın əmrləri müqabilində təslim olmaq, onların nəyə ki əmr eləyir, onu əncam vermək, nədən ki çəkindirir, onlardan çəkindirmək. Çox gözəl. Təşəkkür edirəm Kərbəlayi. Əgər bağışlayırsınız, icazənizlə qısa bir fasiləyə ayrılaq. İnşallah fasilədən sonra verilişimizi davam edərik.
Əziz izləyicilər, qısa bir fasiləyə ayrılırıq. İnşallah fasilədən sonra verilişimizi olduğu yerdən davam edəcək inşallah. Bizimlə qalın. Allahümme salli ala Ali ibn Musa Ridal Murtada. اللهم صل على علي بن موسى الرضا المرتضى الإمام التقي النبي وحجتك على من فوق الأرض وحجتك على من فوق الأرض ومن تحت الثرى الصديق الشهيد الصديق الشهيد صلاة كثيرة تامة زاكية متواصلة متواترة مترادفة صلاة كثيرة تامة زاكية متواصلة متواترة مترادفة كأفضل ما صليت على أحد من أوليائك رحمة الله وبركاته عليكم أهل البيت. Bəli, əziz izləyicilər, verilişimizə olduğu yerdən davam edirik. Bəli, Hacı, inşallah ki, qalmışdınız hədisin davamında, onu inşallah tamamlaya bilsəz yaxşı olar və ondan sonra digər suallarımızı verək sizə ki, o ki, buyurdunuz, insan gərək Əhl-i Beyt əleyhimussalamın göstərişləri müqabilində tamamilə, yəni sual vermədən niyə, nə üçün kulli şəkildə təslim olmalıdır və özünü həm cismi cəhətdən, həm ruhi cəhətdən bir növ onların ixtiyarında, yəni onların ixtiyarında belə çıxır birbaşa bu da qayıdır Həzrəti Peyğəmbərə və Allaha. Çünki onların Əhl-i Beyt əleyhimussalamın verdiyi dəsturlar Həzrəti Peyğəmbər sallallahu, yəni Allahın verdiyi dəsturlardır və hər bir bəndənin, hər bir müsəlmanın borcudur ki, bunların əmrləri qarşısında təslim olsun. Çox gözəl hədis idi. Təşəkkür edirik sizə. Allah sizin elminizə, ömrünüzə bərəkət versin. Əgər bu hədis tamamdırsa da başqa bir sual vermək istəyirəm. Əgər tamamdır bu hədis, ya ardı var bu hədisinizin? Mən bir mətləbə də toxunmaq istəyirəm. Buyurun. Burada qeyd olundu ki, təslimiyyət şərt deyil. Təslimiyyətdə qeyd elədiyiniz kimi tərəddüd olmamalıdır, şəkk olmamalıdır və yaxud da etiraz olmamalıdır. Bir gün İmam Rıza əleyhissalam əyləşmişdi, öz ardıcılları ilə söhbət edirdi. Buyurdu ki, sizin əməlləriniz gündəlik olaraq bizə təqdim olunur. Orada əyləşənlərdən biri təəccüb elədi. Bu hədis müxtəlif formada nəql olunub. Bəzi hədislərdə qeyd olunur ki, Abdullah ibn Əban adında bir nəfər gəldi İmam Rıza əleyhissalamın huzuruna, İmam Rızadan iltimas elədi. Buyurdu ki, mənim üçün və ailəm üçün dua eləməyinizi sizdən istəyirəm. İmam buyurdu ki, siz elə bilirsiniz ki, biz sizi dua eləmirik. Biz sizi hər gün dua eləyirik. Sizin əməlləriniz hər gün gündüz və gecə bizə təqdim olunur, ərizə olunur və biz sizin əməllərinizə baxdıqda sizi dua eləyirik. Bəzi hədislərdə gəlir ki, biz sizin əməllərinizi gördükdə, o əməllərdə günah olduğunu gördükdə Allahdan o günahların bağışlanması üçün dua eləyirik. Abdullah ibn Əban imamın bu sözlərindən təəccüb eləyir ki, məgər bizim əməllərimiz hər gün sizə təqdim olunur. Siz bizim əməllərimizi görürsünüz. İmam Rıza əleyhissalam Abdullahın bu təəccübünü görüb buyurdu ki, məgər Quran oxumamısınız? Məgər Quran oxumamısan?
Allah Teala Kur'an-ı Kerim'de buyurmur ki "Feseyarallahu amelakum ve rasuluhu vel mu'minun." Sizin əməllərinizi Allah və onun Rəsulu və möminlər görər. Bəli. İmam Rıza ağa buyurur ki, Allahın o möminlərdən məqsədi həmən gün Həzrəti Əli ibn Əbi Talib əleyhissalam idi. Bu gündə zəmanə imamınızdır. Yəni mənəm. Bunu niyə deyirəm? Ona görə deyirəm ki, imam əgər bir sözü deyirsə, gərək imam artıcılığı elə təslim olsun ki, təəccüb eləməsin. Bəli. Təslimiyyətdə nə şək var, nə önə keçmə var, nə etiraz var. Ki, bu da ayrıca bir mövzudur, buna istəmirəm daxil olam. Bəhsimizə qayıtmaq istəyirəm ki, İmam Rıza əleyhissalam və digər imamların məclislərini təşkil eləmək dedik ki, Allahın göstərişinə əsasən əhl-i beyti olan məvəddətin bir nümunəsidir, bir misdaqıdır. Əhl-i beyt məhəbbətinin, məvəddətinin vacib olma ayəsində bəzi nöqtələr var, mən istəyirəm ona işarə eləyəm. Şura surəsinin 23-cü ayəsində ki, Allah Teala Peyğəmbərə təşəkkür ünvanında əhl-i beyt məhəbbətini vacib eləyib ümmətə. Biz ümumiyyətlə Qur'an-ı Kərimə baxanda görürük ki, peyğəmbərlər ki, gəliblər insanları zülmətdən nura doğru çıxartsınlar, bu yolda olmazın zəhmətlərə qatlaşıblar və insanların hidayətindən ötürü çalışıblar. Bunun müqabilində maddi olaraq heç bir muzd istəməyiblər. Məsələn, peyğəmbərlərin barəsində biz bu mətləbə baxanda görürük ki, onların bu məzmunda olan cavabları bu formada olub. İn əcriyə illə aləllah və yaxud da in əcriyə illə alə Rabbil aləmin. Bizim muzdumuz, əcrimiz Allahın öhdəsindədir. Ya aləmlərin Rəbbinin öhdəsindədir. Biz sizdən heç bir muzd istəmirik maddi olaraq. Amma mənəvi olaraq istəyiblər. Məsələn, ayənin ardınca buyurulur ki, Fəttəqullah və ati'un. Allaha təqvalı olun, Allaha qarşı günah eləməyin, Allahın əzabından qorxun və mənə itaat eləyin. Bu bir növ peyğəmbərlərin çəkdiyi zəhmətlərin müqabilində insanlardan istəkləridir. Əlbəttə bu istəklərin özü qarşı tərəfin özünə qayıdır. Bəli, bəli. Məsələn, peyğəmbərlər ki, deyirdi Allaha qarşı təqvalı olun və yaxud da bizə itaat eləyin. Bu qarşı tərəfin faydasından ötürü idi ki, qarşı tərəf bunun nəticəsində nicat tapır. Bu ona bənzəyir ki, məsələn, bir ustad öz şagirdi ilə söhbət edəndə deyir ki, mən ki, sənin bu neçə illər zəhmətini çəkmişəm, bunun müqabilində səndən heç bir şey istəmirəm. Bir dənə istəyim var ki, sən dərsi yaxşı oxuyasan. Bu istəyin özü qarşı tərəfə fayda verir, nəinki o ustadın özünə. Peyğəmbərlər də gəlib bu məzmunda əcr istəyiblər. Amma Allah Rəsulunun muzd mövzusundakı cavablarını Quran-ı Kərimdən izləyəndə biz iki dənə şeyin şahidi oluruq. Birində qeyd elədiyimiz kimi Şura surəsinin 23-cü ayəsində ki, deyir, mən bir dənə muzd istəyirəm, əcr istəyirəm sizdən, o da əhl-i beytimə məhəbbətdir, məvəddətdir. Digər bir yerdə Quran-ı Kərimdə belə buyurulur ki, Qul mə əsəlukum aleyhi min əcrin. De, ya Peyğəmbər, bu risalətimin müqabilində sizdən bir əcr istəmirəm. İllə mən şəə ən yəttəxizə ilə Rabbihi səbilə. Məgər istədiyim budur ki, kimsə öz Rəbbinə tərəf yol tutur, onu istəyirəm. Yəni, bir ayədə Peyğəmbər sallallahu deyir ki, mən yalnız və yalnız əhl-i beytimin məhəbbətini istəyirəm sizdən. İkinci, digər bir ayədə buyurur ki, mən yalnız və yalnız sizdən Allahın yolunu tutmaq istəyirəm. Burada bir maraqlı nöqtə budur ki, hər iki ayə illə ədatı ilə gəlir də, biz bilirik ki, bu da həsr mənasını verir. Maraqlı nöqtə budur ki, həsr olan yerdə iki şey ola bilməz. Bir şey olmalıdır. Məsələn, bir nəfər gəlib deyir ki, mən yalnız və yalnız gündüzləri mütaliə edirəm. Başqa bir yerdə gəlib deyir ki, mən yalnız və yalnız gecələr mütaliə edirəm. Bu zahirən ziddiyyət təşkil edir. İndi Peyğəmbər sallallahu da burada deyir ki, yalnız və yalnız sizdən istədiyim əhl-i beytin məhəbbətidir, məvəddətidir. Digər yerdə buyurur ki, mən sizdən yalnız və yalnız Allahın yolunu tutmaq istəyirəm. Bunu müfəssirlər bu cür cəm ediblər, bildiriblər ki, bunlar əslində iki şeydir, bir şeydir. Yəni, əhl-i beytin məhəbbəti elə Allahın yolunu tutmaqdır. Əhl-i beyt məhəbbəti Allahın yolunu tutmaqdır. Bunun nəticəsində bu həsr məsələsi öz yerini tapır. Bu ayədə bir neçə nöqtədə qeyd ediblər müfəssirlər. Elə bilirəm ki, yeri gəlmişdən desək yerinə düşər.
biz bu ayədən bunu başa düşdük ki, hər kəs ki, Əhl-i Beyt yolunu tutursa, Əhl-i Beytə məvəddət və məhəbbət göstərirsə, o əsl həqiqətdə Allahın yolunu tutub. Üstəlik, məhəbbət və məvəddətdə iki dənə şey lazımdır. Birincisi tanımaq, mərifət. Yəni, bir insan bir insanı tanımasa onu sevə bilməz ki. İkincisi də ona itaat eləmək. Əgər bir insan bir insana deyir ki, mən səni istəyirəm, sənə məhəbbətim var, amma itaat eləmirsə o məhəbbətdə sanki riya eləyir. Məsələn, bir övlad öz atasına deyir ki, ata, mən səni çox istəyirəm. Ata deyir ki, məsələn, filan işi görmək lazımdır. O filan işi görmür. O əsl həqiqətdə sevginin nümunəsidir, məhəbbətin nümunəsidir. Əsl məhəbbət və sevgi odur ki, ata desə ki, oğluna filan şeyi elə, o da dərhal eləyər. Məsələn, İmam Sadiq əleyhissalamın dövründə idi, əgər səhv etmirəmsə, İmam dedi ki, öz əshabına, yar-ı ənsarına girdi təndirdə oturdu. Heç bir tərəddüd eləmədən, sual da vermədən, birbaşa girdi. Bəli, girdi təndirdə oturdu. Yəni, məhəbbətin mənası bundan ibarətdir. Demək istəyirəm ki, məhəbbətin içində iki şey zəruridir. Bir, mərifət, tanımaq, tanıyasan gərək. İkincisi də itaət eləyəsən. Bunu niyə deyirəm? O kəslər ki, öz dini göstərişlərini Əhl-i Beytdən başqalarından götürüblər, biz bu ayədən bunu başa düşürük ki, onlar əsl həqiqətdə Allahın yolunu tutmayıblar. Çünki dedi ki, məvəddətin içində nə var? Allahın yolunu tutmaq var. İkincisi də zərurət budur ki, gərək Əhl-i Beyti hamı tanısın. Əgər kimsə Allahın yolunu tutmaq istəyirsə, gərək Əhl-i Beyti tanısın, mərifət olsun və Əhl-i Beytdən itaət eləsin. Əhl-i Beytə itaət eləsin. Yəni, təkcə dildə olmamalıdır ki, məsələn, biz Əhl-i Beyti sevirik, dildə deyirik, amma əməldə isə başqa cür rəftar edirik. Yəni, dediyimizlə əməlimiz bir gəlmir. Yəni, bu, Həzrəti Əli əleyhissalamdan gözəl bir hədis var bu arada ki, ağa buyurur, söz əməllə birləşməsə fayda verməz. Yəni, bu həqiqətən də baxsan ki, əgər biz dilimizdə iqrar eləyiriksə də, biz Əhl-i Beyti sevirik, onlara təslim olmuşuq, əməldə isə bunun əksini göstəririk, həqiqətən də bizim baxımızda bunun faydası yoxdur. O vaxt o zaman faydası olar ki, dediyimizlə elədiyimiz üst-üstə düşsün. Çox gözəl buyurdu siz o. Bu həm də niyə görə mühümdür? Ona görə mühümdür ki, bugün bir çox məzhəb və firqələrdən olanlar iddia edirlər ki, biz də Əhl-i Beyti sevirik. Amma dildə. Amma lazımı və ayədən bizə məlum olan nöqtə budur ki, gərək əməl çərçivəsinə gəlsin, əməl müstəvisində görsənsin bu sevgi. Yəni, itaət zəruridir. Bu ayədən biz bir də bunu başa düşürük ki, əsl həqiqətdə bu muzd Allahın muzdudur. Yəni, əsl həqiqətdə insanların hidayəti Allaha məxsus olduğundan, Allah sanki bu zəhmətinin müqabilində deyir ki, mən sizdən əcr olaraq Əhl-i Beytə məvəddəti istəyirəm. Bir də bir nöqtədə qeyd ediblər müfəssirlər, elə bilirəm bunu da desək yaxşı olar. Biz bu ayədən bunu bir daha başa düşürük ki, bu Əhl-i Beyt imamları məsumdurlar. Çünki müfəssirlərin də qeyd elədiyi kimi, heç vaxt günahkarların məvəddəti və məhəbbəti risalətin muzdu ola bilməz. Risalət ki, məsumlara məxsusdur, onların muzdu məsumlara olan məhəbbət ola bilər. Yəni, biz bu ayədən həm də onu başa düşürük ki, o kəslər ki, onların məhəbbətini Allah Taala bizə vacib eləyib, məsələn, İmam Rıza əleyhissalam da onlardan biridir, onlar məsumdurlar. Dedik ki, məhəbbət və məvəddətin içərisində əməl də var. Ona görə bunu demək istəyirəm ki, fəqət biz məhəbbətlə kifayətlənməməliyik. Bir sıra göstərişlər var ki, Allah Taala tərəfindən və məsum Peyğəmbər və imamlar tərəfindən gərək o göstərişləri də əməl eləyək və öz həyatımıza tətbiq eləyək ki, həqiqi imamət və vilayət yolunun ardıcıllarından olaq. Düzdür. Yəni, tək sözlə biz kifayətlənməməliyik ki, sizin dediyinizdən bu başa düşdüm ki, gərək dediyimizi öz həyatımızda da, öz əməllərimizdə də biruzə verək ki, sözümüzlə əməlimiz və yaxud buyurduğunuz kimi üst-üstə düşsün ki, həqiqi Allah deyən yolda olaq. Yəni, belə deyək də, sirat-ül müstəqimdə qərar tutaq, düz yolda, doğru yolda qərar tutaq ki,
biz Əhl-i Beyt əleyhimussalamdan ayrı düşməyək inşallah. Çox sağ olun Hacı. Təşəkkür edirik sizə. Zəhmət çəkdiniz, gəldiniz. Verilişimizin sonudur. İnşallah ki, gələn verilişlərdə yenə sizinlə birgə bu cür mövzulara davam edərik. Mən sizə təşəkkür Çox sağ edirəm. olun. Allah razı olsun. Minnətdarıq sizə. Sağ olun. Bəli, əziz tamaşaçılar, Kəramət günləri verilişinin sonuna çatdıq. İnşallah Allahın izni ilə gələn verilişlərdə sizinlə bahəm olaraq bu cür dəyərli mövzular barəsində söhbət edərik. Allaha əmanət olun. Xuda hafiz.